Salam, mövzu 6.1 izahına baxaq. Elektrik dövrəsi və dövrə elementləri. Birinci sualda şəkilə əsasən sualları cavablandır. A variantında rəqəmlərə uyğun elementlər nə adlanır? Birinci gördüyümüz elektrik lampasıdır. İkinci açardır. 3 elektroskop, elektrofor maşındır. İkinci B variantında deyir ki, bu elementlərin funksiyaları nədir? Elektrik lampanın deməli funksiyası elektrik enerjisini işıq enerjisinə çevirməkdir. Elektrik enerjisini işıq enerjisinə çevirməkdir. İkinci gördüyümüz açardır. Açıq halda cəryan keçmir. Bağlı halda isə cəryan keçəcək. Üçüncü, burada qeyd edirəm. Elektrofor maşındır. Kinetik enerjisini elektrik enerjisinə çevirir. Kinetik enerjisini bu cürdə yaza bilərik. Kinetik enerjini elektrik. Çevirir. C variantında cərəyan mənbəyində hansı enerji çevrilməsi baş verir? Cərəyan mənbəyində mexaniki deməli enerji elektrik enerjisinə çevrilir. Qeyd edək. Mexaniki enerji elektrik enerjisinə çevrilir. İkinci, şəkildə verilmiş dövrələrin sxemlərini uyğun çərçivələrin daxilində çək deyir. Göründüyü kimi birinci şəkildə 2 bateriya, 1 lampa və 1 bağlı halda açar var. Biz onu sxemdə çəkək. Yəni dövrələrini qeyd edək. İkinci şəkildə açıq halda 2 açar var, 2 lampa, bir də bateriya var. İkinci şəkil. Üçüncü şəkildə 2 bateriya, 3 lampa və 1 açıq halda açar var.
Növbəti sual. Şəkillərdən hansılar cərəyan mənbəyi deyil? 3-cü və 5-ci. 3 və 5. 4-cü. Leyla şəkildəki kimi elektrik dövrəsi yığmışdır. A bəndi dövrə hansı elementlərdən təşkil olunmuşdur? Göründüyü kimi açıq halda bir açar və bir lampadan təşkil olunmuşdur. B variantında açarı qapasaq lampa yanarmı? Əvvəlki tapşırıqlarda qeyd elədiyimiz kimi açar açıq halda cərəyan keçmir. 5-ci tapşırıq. Sadə elektrik dövrəsində lampa yanmırsa, aşağıdakılardan hansılar buna səbəb ola bilər? Bir açarın açıq olması, bir də bateriyanın enerjisinin tükənməsi. Digər tapşırıq. Müəllimin Nicata şəkildəki elementlərdən istifadə edərək elektrik dövrəsi qurmağı və sxemini çəkməyi tapşırıb. Nicat elektrik dövrəsini düzgün qurmuş, ancaq sxemdə cərəyan mənbəyinin sayını düzgün göstərməmişdi. Nicatın çəkdiyi sxem hansıdır? Burada düzgün göstərilməyən bizə lazım olduğu üçün C variantını seçirik. 7-ci tapşırıq, sonuncu tapşırığımızdır. Elektrik mühərrikinin sxemdə şərti işarəsi bu şəkildədir. Bu yanlışdır. Elektrik zənginin sxemdə şərti işarəsi bu şəkildədir, bu doğrudur. Elektrik zəngi elektrik enerjisini işıq enerjisinə çevirir. Bu isə yanlışdır. Bu cür qaralayırıq. Bu qədər.